Herkese selamun aleyküm millət. Bugün sizlərlə birlikdə bu gördüyünüz Skin Config necə edilir onu göstərəcəm. İlk öncə açılma və yorumlarda buraxdığım Telegram linkimiz var. Həmin o Telegram, daha doğrusu qrupumuz. Həmin bu qrupa gəldikdən sonra istədiyiniz bir kanala keçid edirsiniz. Burada Warvex Best Skin Paket V6 var. İçəriyi də budur. İçində olanlar yəni bunlardır. Bape'dən tutmuş, buz diyar falan hər şey var. Bunlar qarşı tərəfdə görünməsə də ancaq sizdə görünə bilər. İlk öncə Telegrama qatılırsınız. Aşağıda qatıl olacaq sizdə. Qatıldıqdan sonra bunu indirirsiniz. İndirdikdən sonra 3 nöqtəyə basaraq indirilənlər var. Baxın burada indirilənləri qayd et. Bunun üstünə bir dəfə basırsınız. Bunun yükləməsini gözləyirsiniz. Yüklənib bitdikdən sonra buradan çıxıb Play Marketə gəlirsiniz. Play Store ara. Bura yazırsınız. Zarchiver. Baxın bu. Bir dəfə basırsınız, aça basırsınız. Yəni yüklədikdən sonra aça basırsınız. Buradan Dovland. Sizdən bunu açanda 1-2 izin istəyəcək. O həmin izinləri verirsiniz bu qədər. Yəni ki, asandır. Dovland, Telegram. Baxın, həmin o skin paket tapırsınız. Üstünə bir dəfə basıb görüntülə deyirsiniz. Baxın, burada şifrəli bir konfigdir. Bu şifrəli konfigin şifrəsini haradan tapa bilərsiniz? 1-2 saat ərzində sizə atacağım, daha doğrusu Telegram kanalıma atacağım bir link olacaq. YouTube'da video linki. Həmin o YouTube'da video linkine daxil olursunuz. Həm videoda gameplay, PUBG-nin gameplay videosudur. Videonu tam izlədikdən sonra sizə əlinizdə olan kod olacaq. Həmin o gördüyünüz kodu yazırsınız bura. Bunun üstünə bir dəfə basırsınız aç. Baxın, bura həmin o kodu yazırsınız. Mən yazıb gəlirəm. Və yazı bitirdikdən sonra sizi belə bir şey qarşınıza çıxacaq. Seçimi hatırlaya basıb Zarchiverə basırsınız. Content, Packs. Baxın, burada yenə sizdən şifrə istəyəcək. Bu şifrəni də videonun axırında sizə verəcəm. Bunu üstünü basılı saxlayırsınız. Kopyala. Buradan yuxarı cihaz hafızası, Android. Buradan OBB. PUBG. Baxın bu. Bura indi alta baxın, bu yer var. Belə bir yer. Bunun üstünə bir dəfə basırsınız. Tüm dosyalara uygula, değişdir. Baxın, sizdən şifrə istəyir. İndi bu şifrəni, baxın, yuxarıda gördüyünüz şifrəni yazırsınız ora. Yazı bitirdikdən sonra aşağıda sizə arşiv başarılı çıxartıldı yazılacaq. Videomuz bu qədər. Videomu bəyəndisə like atıb abunə olmağı unutmayın. Sağ olun, salamat qalın.